Bismillahirrahmanirrahim. Bəhsimiz Qur'an-ı Kərimdə 12-ci imamımız İmam Mehdi əleyhissalamla bağlı ayələr haqqında idi. Bu günləri Qur'an-ı Kərimin Qədr surəsini hamınızın əzbər bildiyi, Qur'an-ı Kərimin kiçik surələrindən olan Qədr surəsini diqqətinizə çatdıracağam. Allah Teala Qədr surəsində bir gecədən xəbər verir. O, Qədr gecəsi əhya gecəsidir və həmin gecəni 1000 aydan xeyirli və üstün bilir və həmin gecə mələklərin nazil olması və müəyyən işlərin baş verməsindən Qur'an-ı Kərimdə söhbət açılır. Və bu ayələrdə Allah Teala onların nazil olmasından xəbər verir və sualımız budur. Qədr gecəsində mələklərin nazil olduğu şəxs və işlərin ayrıldığı, əmrlərin təyin olunduğu şəxs kimdir? Hətta Əhl-i Beyt imamlarımız, Allahın salamı olsun onlara, İmam Baqir əleyhissalamdan hədis varımızdır ki, haqqı qəbul etməyən şiələrə qarşı, onların imamlarını qəbul etməyənlərə qarşı Qədr surəsi ilə ehticaz edin, qarşı tərəfə dəlil gətirin. Dəlilin formasını da inşallah geniş izah verəcəyəm. Sual qoyuruq ortaya. Qədr gecəsində mələklərin nazil olması və işlərin orada ayrılması həmin gün kimin əlindədir? Peyğəmbərdən sonra o şəxslər kimlərdir? Və bu gün də Qədr gecəsi var və bu Qədr gecəsi inşallah üzümüzə gələn bir neçə gündən sonra Ramazan ayında olacaq. Həmin gecə mələklər kimə nazil olur? O şəxs bugün kimdir? Təbii ki, əqidəmiz budur. Əhl-i Beyt imamlarımızdan axırıncısı İmam Mehdi əleyhissalamdır. Surənin özü belədir. Bismillahirrahmanirrahim. İnna ənzəlnahu fi leylətil qadr. Həqiqətən biz onu, yəni Qur'an-ı Kərimi Qədr gecəsi nazil etdik. Amma bizim mövzumuzla bağlı. Və mə ədrakə mə leylətul qadr. Qədr gecəsi nədir? Bizim mövzumuza nə dəxaləti var? Qədr gecəsi, sən nə bilirsən ki, Qədr gecəsi nədir? Leylətul qadr xayrun min əlfi şəhr. Çox böyük bir gecədir, 1000 aydan üstündür. Aha, bizim əsas mövzumuza lazım olan o ayənin yeri. Tənəzzəlül mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. O gecə mələklər və ruh, iki şey, həm mələklər, həm də ruh. Ruh Allahın xüsusi bir varlığıdır. İndi kimdir? Hər halda Quran deyir, mələklərdən əlavə bir ruh vardır, o da nazil olur. Rəbbinin izni ilə hər bir işin tənzimlənməsindən, təqdirindən ötürü yerə enər. Hər bir işdən ötürü yerə enir. Ayənin ardı da var, daha bu kifayətdir. İndi sualımız budur. Ramazan ayı qiyamətə qədər olacaq. Və Ramazan ayı varsa, deməli Ramazan ayının içərisində Qədr gecəsi, əhya gecəsi də olacaq. Və həmin gecə mələklər nazil olacaqlar. O hadisə də təkrarlanacaq. Ramazan qiyamətə qədər var. Ramazan varsa Qədr gecəsi də var. Qədr gecəsi varsa təkrar, tənəzzəlül də müzaridir. Və bunun özü ərəb qrammatikasına əsasən daim, həmişə mələklər və ruh nazil olacaq. İndi sualımız bundadır. Mələklər və ruh hər il Ramazan ayında Qədr gecəsində yerə enirlər. Onlar Peyğəmbərdən sonra kimin yanına enirlər? Mənim, günahkar bəndənin, kimdir o şəxs ki, mələklər həmin gecə yerə ensinlər? İnsanların bir illik taleyi ilə bağlı, necə ki, əhl-i sünnə qardaşlarımız da həmin gecəni müqəddəs bilirlər. İndi 23-ü, 21-i, 19-u bilməsələrdə 27-si bilirlər. Digər məzhəblərdə, o cümlədən Əhl-i Beyt imamlarımız da Qədr gecəsi qəbul edirlər hamısı. Günlərində fərqimiz ola bilər. Sualımız budur. Həmin gecə Peyğəmbər indi yoxdur. Bizim bugünkü günümüzdə o mələklər kimə enirlər? Kimdir o şəxs ki, Allahın mələkləri onun yanına gəlirlər? O şəxs pak və məsum olmalıdır. Günahkar insan, xətakar insanın yanına gələ bilməzlər. Kimdir o şəxs ki, ruh onun yanına gəlir? Və ruh onunla söhbət edir. Və insanların taleyi min kulli əmr, yaxud da ki, Duxan surəsində də Allah Teala həmin gün, həmin gecə bağışlayın, həmin gecə fihə yufraqu kullu əmrin hakim. Həmin gecə bütün möhkəm işlər bir-birindən ayrılır. O möhkəm işlərin gecə ayrılacağı şəxs kimindir? Onun yanında bunlar ayrılsın. Bəli, diqqətlə düşündükcə başa düşürük ki, hər bir zamanda məsum bir kamil şəxs, kamil bir insan olmalıdır ki, mələklər və ruh ona nazil olsun. Yoxsa o adamlar kimdir ki, günahkar olsunlar, mələklər onun yanına gəlsin, insanların bir illik taleyi ilə bağlı ondan söhbət eləsinlər. Və o cümlədən də Əhl-i Beyt imamlarımızın kitablarında da bu barədə kifayət qədər hədislərimiz var. Mən onların bir neçəsini oxuyub söhbətimi yekunlaşdırıram.
İmam Əmir əl-Möminin Əli əleyhissalamın özü belə İbn Abbasa belə deyir. Həqiqətən hər il Qədr gecəsi vardır və o gecə bir illik hadisələr hamısı nazil olur və o mələklər ki nazil olur, o peyğəmbərdən sonra valilərə, peyğəmbərin yerində əyləşən vəlilərə, o şəxslərə, seçilmiş şəxslər ki var, vilayətləri var, hakimiyyətləri var, onlara nazil olur. İbn Abbas deyir, Həzrət Əlidən soruşdum. Onlar hansı kəslərdir? Həzrət Əli buyurdu. Onlar mən və 11 nəfər mənim sülbümdən olan imamlar və mühəddisun, yəni hədis söylənlərdir. Ki bu adamların özü imam olduğunu və mühəddis olduğundan xəbər verir. O cümlədən Peyğəmbərimiz, Allahın salamı olsun ona və əhl-i beytinə, üzüm səhabələrə tutub belə buyurur. Qədr gecəsinə iman gətirin. Peyğəmbər buyurur. Qədr gecəsinə iman gətirin. Çünki Əli ibn Əbi Talib və 11 övladı ondan sonra olanlar onlardır. Allah bizi onları tanıyanlardan qərar versin.